Salam, hər vaxtınız xeyir. Bugün keçirilən coğrafiya yuxarı siniflər üçün olimpiada suallarını, 10-11-ci siniflərin olimpiada suallarını izah edərik. Gəlin birinci sualla başlayaq. Sualımızda cədvələ əsasən Nil çayının verilmiş çaylarla oxşar xüsusiyyətlərini müəyyən edin. Mekong çayı yay aylarında bol sulu olur. Həm Nil, həm Mekong çayları yay aylarında bol sulu olur. A doğrudur. Su toplayıcı hövzəsində yerləşən bütün ölkələr okean sahili mövqeyə malikdir. Mekong çayının yerləşdiyi su toplayıcı hövzəsində Laos var. Laosun dünya okeanına çıxışı yoxdur. Ona görə bu yanlış fikirdir. Su toplayıcı hövzəsi iki işıqlanma qurşağında yerləşir. Hər iki çay tropik xətti kəsdiyi üçün iki işıqlanma qurşağıdır. Bu doğrudur. Yəni birdən AC olacaq. Mənsəbinin yerləşdiyi ölkədə ümumdaxili məhsulda ən böyük pay iqtisadiyyatın 3-cü sektoruna aiddir. Mississippi-nin mənsəbi ABŞ-dır. ABŞ-da 3-cü sektor. Bu doğru fikirdir. Nil çayının mənsəbi isə Misirdir. Misir əsasən ikinci sektordur, yəni 3-cü sektor deyil. Bunu saxlayaq. Mənsəbi mülayim işıqlanma qurşağında yerləşir. Mənsəbi mülayim işıqlanma qurşağında yerləşir. Hər iki çayın mənsəbi mülayim işıqlanma qurşağıdır. Bu doğrudur. 25 dərəcə şimal enliyi ilə kəsişir. Misirdə Nil çayı 25 dərəcə şimal enliyi ilə kəsişə bilər, amma Mississippi çayı tamamilə mülayim işıqlanma qurşağında yerləşir. Və 25 dərəcə şimal enliyindən şimalda olacaq. Ona görə bu yanlış fikirdir. Parana çayı su toplayıcı hövzəsində çöl təbii zonası yayılıb. Bu yanlışdır, çünki Parana üçün doğru olsa da Nildə, Afrikada çöl təbii zonası yoxdur. Yerləşdiyi materikdə nival landşaftlara rast gəlinir. Həm Afrikada, həm Cənubi Amerikada nival landşaft olar, hündür dağlar var. Ona görə bu doğrudur. Mənbəyi Parana çayının mənbəyi La Plata körfəzidir. Nil çayının da mənbəyidir. Parana çayının mənbəyi Braziliya yaylasıdır. Nil çayının mənbəyi də ki, Afrikanın mərkəzi hissələridir. Mənbəyində günəş il ərzində günorta vaxtı üfüqün həm şimal, həm cənub tərəfində görünür. Bu doğrudur, çünki hər ikisinin mənbəyi tropik işıqlanma qurşağı. Yəni birdə AC olsa A, B və C variantları yanlış olacaq. 3-də də BC olacaq. Ona görə düzgün cavabımız olacaq Y variantı. Deməli, burada A da doğrudur. Yəni Nil çayının ola bilər turizmə görə, son illərdə inkişafa görə, ola bilər ki, turizm inkişafına görə 3-cü sektorunda payı yüksək olacaq. Yəni, ümumdaxili məhsul deyir, bəlkə də ümumdaxili məhsula görə 3-cü sektor güclü olacaq. Misir üçün bunu doğru götürüblər. Daha sonra ikinci suala baxaq. Doğru fikirləri müəyyən edin. Niger və Nigeriya dövlətlərinin dünya okeanına birbaşa çıxışı mövcuddur. Bu yanlış fikirdir, çünki Nigerin dünya okeanına çıxışı yoxdur. Dünyada ən böyük fosforit qurşağı Şimali Afrikada, Mərakeş doğrudur, Atlas dağlarında. Alternativ enerji mənbələrindən istifadə zamanı lokal səviyyədə olsa belə ekoloji problem yaranmır. Alternativ enerji mənbələri əlverişli olsa da ekoloji problem yarada bilər. Yəni lokal deyir, yəni kiçik problemlər yarada bilər. Ona görə bu yanlışdır. Dünya üzrə 1960-90-cı illərdə əhalinin orta illik təbii artımı 90-2025-ci illərdəki müqayisədə daha yüksək olub. Əslində ilk belə baxışda son illərdə əhalinin daha yüksək artımını düşünə bilərik, amma bunu da düşünək ki, müharibədən sonra 60-90-cı illərdə əhali artımı daha yüksək olub. Ona görə bu doğru fikirdir. İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti şəhərlərdə yaşayır. Bəli, şəhərlərdə urbanizasiya yüksəkdir. Ona görə bu da doğrudur. Xammal ixracatından yüksək asılılıq iqtisadi riskləri azaldır. Xammal ixracatından asılılıq azaltmır, əslində artırır. Ona görə bu yanlış olacaq. İndi burada doğruları götürsək 2, 4 və 5 olacaq. Yəni B variantı düzgün cavabımız olacaq. 2, 4, 5. Daha sonra üçüncü suala baxaq. Ölkəmizin iqtisadi rayonları ilə bağlı doğru fikirləri müəyyən edin. Bütün iqtisadi rayonlarda inzibati rayon mərkəzi olmayan şəhərlər mövcuddur. İnzibati rayon mərkəzi olmayan şəhər odur ki, yəni hər hansı bir inzibati rayonun mərkəzi deyil, yəni müstəqil bir şəhərdir belə deyək. Məsələn, Sumqayıt, daha sonra Liman, Göytəpə şəhərləri. Bütün iqtisadi rayonlarda bu mövcud deyil. Məsələn, Milmuğanda yoxdur və yaxud Dağlıq Şirvanda yoxdur. Yəni bəzi iqtisadi rayonlarımızda yoxdur. Ona görə bir yanlışdır. Qarabağ iqtisadi rayonu yalnız bir inzibati rayonla xarici ölkə ilə həmsərhəddir. Yalnız bir inzibati rayonu xarici ölkə ilə həmsərhəddir. Bu doğrudur, Füzuli rayonudur bu. 3. Lənkəran-Astara iqtisadi rayonu 3 fizoqrafi rayonda yerləşir. Talış fizoqrafi rayonu var, Lənkəran fizoqrafi rayonu var. 2 doğrudur. Bir də Lənkəran inzibati rayonunun özünün də bir hissəsi Qızılağac körfəzi Kür-Araz fizoqrafi rayonuna düşür. Bu doğru fikirdir. 3 doğrudur.
Ölkəmizin müvafiq olaraq şimal və qərb ucqar nöqtəsinin yerləşdiyi iqtisadi rayonlarda həm filiz, həm qeyri-filiz faydalı qazıntı ehtiyatları mövcuddur. Şimal ucqar nöqtəmiz Zaqatalada, Qutondağdır. Qərb ucqar nöqtəmiz də Sədrək rayonundur. Biri Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir, digəri isə Naxçıvan iqtisadi rayonundadır. Hər ikisində həm filiz, həm qeyri-filiz var, ona görə doğrudur. Şəki-Zaqatalada polimetal filizləri var. Şəki-Zaqatala iqtisadi rayonunda şəhərlərin sayı Qazax-Tovuz iqtisadi rayonundakı şəhərlərin sayına bərabərdir. Şəki-Zaqatalada olan iqtisadi şəhərlərə baxsaq, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ 6 şəhər var. Qazax-Tovuza baxsaq, Qazax, Ağstafa, Tovuz, daha sonra Gədəbəy, Şəmkir deyə bilərik. Bir də Tovuzun daxilində olan Qovlar şəhəri var. Ona görə bu da doğrudur. 6, yəni 5-i də doğru götürərik. Gəncə Daşkəsən iqtisadi rayonunda vulkanik sulara rast gəlinmir. Bu da yanlışdır. 1 ilə 6-nı çıxsaq, 1, 6, düzgün cavabımız olacaq C və D. Yəni hər iki variantın hər ikisi doğru olacaq. Yenə bir daha baxaq. 3, 4, 5. Yəni 3 ilə 4 dəqiq düzdür. Burada 2 ilə 5. Qarabağ iqtisadi rayonu Füzuli doğrudur. 2 doğrudur 100%. 5-ə də baxsaq, Şəki-Zaqatala, bunu da saydıq, 6 şəhərləri var. Ona görə bu doğru fikirdir. Yəni hər iki variant doğrudur, C və D. Materiklərlə bağlı doğru fikirləri müəyyən edin. Afrika materikinin ərazisində mövcud olan bütün iqlim qurşaqları tam zolaq təşkil edir. Əlbəttə ki, bu yanlışdır. Afrikada ekvatorial tam zolaq əmələ gətirmir. Cənubi Amerika materikinin yalnız bir ucqar nöqtəsi şimal yarımkürəsində yerləşir. Bəli, Qalinyas burnu doğrudur. Şimali Amerikada bütün çayların mənsəbi okean səviyyəsindədir. Xeyr, bu yanlışdır. Çünki məsələn çayların qollarını əgər götürsək, məsələn Mississippi çayı, elə şagird də burada yazır Missouri. Mississippi çayı Meksika körfəzində tökülür. Yəni özü okean səviyyəsindədir, mənsəbi. Lakin onun qolu məsələn Missouri okean səviyyəsindən artıq avtomatik yuxarı olacaq. Ona görə bu yanlış fikir. Avstraliyanın ən uzun çayı yalnız mülayim işıqlanma qurşağında yerləşir. Avstraliyanın ən uzun çayı Murrayın qolu Darlingdir. O da mülayim işıqlanma qurşağı doğrudur. Antarktidada orta illik temperatur -80 dərəcədən aşağı olur. Antarktidada orta illik temperatur -80 dərəcədən aşağı olmaz. Bu biraz yanlışdır. Çünki maksimum burada bu yanlış fikirdir, olmaz. Orta illik temperatur -80-dən aşağı olmaz. -40-50 dərəcə belə olar. Avrasiya materikinin həm şərq, həm qərb ucqar nöqtələrinin olduğu saat qurşaqları 4 yarımkürədə yerləşir. Qərb ucqar nöqtəsi 4 yarımkürədir. Şərq ucqar nöqtəsi Dejnev burnuda, o da 12-ci saat qurşağı sahəsinə düşsə, doğru olar bu fikir. Ona görə düzgün cavabımız elə 2, 4, 6 olacaq. A variantı doğru olacaq. 5-ci suala baxaq. Cədvələsinə uyğun xüsusiyyətləri seçin. Argentina qərb yarımkürəsinin mütləq hündürlüyü ən yüksək olan dağ zirvəsi yerləşir. Bu And dağlarıdır, Aconcagua zirvəsi. Ona görə bu doğru fikirdir. 1 doğrudur. Koreya Respublikası qurudan ancaq 2 ölkə ilə həmsərdir. Xeyr, ancaq Şimali Koreya ilə həmsərdir. 2 yanlış. Meksika əhalinin əksəriyyəti ovalıqlarda yaşayır. Xeyr, yaylalardadır. Meksika yayləsi və dağlıq ərazidir. Ona görə 3 yanlış. Car yalnız mülayim işıqlanma qurşağında yerləşir. Xeyr, tropik xətti kəsir. Bu da yanlışdır. Yeni Zelandiya qərb sivilizasiyası hakimdir. Doğrudur. Kuba dəyişkən rütubətli meşələr təbii zonası yayılıb. Əslində Kubada daha çox savanna və seyrək meşələrdir. Amma cənub hissədə, yəni Kuba adasında həm dəyişkən rütubətli meşələr var, həm savannalar var. Ona görə bu da doğru olacaq. Düzgün cavab olacaq D variantı. 1, 5, 6. 6-cı sual. Doğru fikirləri müəyyən edin. Balaton və Veneren göllərinin yerləşdiyi ölkələrin inzibati ərazi quruluşu unitardır. Balaton Macaristan, Veneren İsveç, hər ikisi unitar doğrudur. Afrika materikinin sahəsinə görə ən böyük gölündə Kenya və Tanzaniyanın su akvatoriyası mövcuddur. Ən böyük gölü Viktoriyadır. Orada Kenya, Tanzaniya və Uganda var. Ona görə bu da doğru fikirdir. 1, 2. Son bir neçə ildə ölkəmizin ümumdaxili məhsulunda iqtisadiyyatın aparıcı sektoru xidmət sektorudur. Əslində ölkəmiz ikinci sektordur, amma deyil son bir neçə ildə. Deməli, turizm sahəsi bizdə, xidmət sahələri güclü inkişaf edib. Ona görə bu da doğru fikir ola bilər. Hələ ki, saxlayaq. Argentina Mercosur təşkilatına üzv deyil. Xeyr, bu yanlışdır. Argentina, Braziliya onun ən böyük üzvləridir. Çində ümumdaxili məhsulda iqtisadiyyatının xidmət sektoru ən sonuncu yerdədir. Bu tamamilə yanlışdır. Ən sonuncu yerdə olmaz. Bu yanlışdır. Kanada zəngin faydalı qazıntı ehtiyatlarına malik olduğu üçün ümumdaxili məhsulda iqtisadiyyatının birinci sektorun ən
payı ən yüksəkdir. Xeyr, birinci sektor yox, üçüncü sektor daha güclü olacaq. Ona görə 6 da yanlışdır. Ən uyğun cavab 1, 2, 3, yəni C variantı olacaq. 7-ci sual. Skandinaviya və Hindçin yarımadaları üçün doğru sıraları müəyyən edin. İki yarımkürədə yerləşir. Hər ikisi iki yarımkürədə doğrudur. Sahilləri iki okeanın suları ilə yuyulur. Skandinaviyada iki okean suları da Atlantik, Şimal buzlu. Hindçin, Sakit və Hind. Bu da doğrudur, amma aid deyil olmur. Ona görə biri götürməliyik. Monarxiya idarə sisteminə malik ölkələr mövcuddur. Norveç və İsveç monarxiyadır. Bu doğrudur. Aprel ayında gecənin uzunluğu gündüzün uzunluğundan daha az olur. Aprel ayı hər iki yarımada şimal yarımkürəsindədir. Hər ikisində gündüzün uzunluğu gecənin uzunluğundan daha uzun olacaq. Yəni gecə daha qısa olacaq. Bu gecənin uzunluğu gündüzün uzunluğundan daha az olar. Bu əslində bu da aid fikirdir. Yəni doğru fikirdir. Amma aid deyilin altında verildiyi üçün ikini də götürməliyik. Keçid iqlim qurşağında yerləşir. Hindçin yarımadası keçiddir. Skandinaviyada da əsasən mülayimdir, amma subarktik də var. Bu doğrudur. Dünya okeanına birbaşa çıxışı olmayan ölkə mövcuddur. Skandinaviyada bütün ölkələrin dünya okeanına çıxışı var. Bu yanlışdır. Hindçində isə yoxdur. Məsələn, Laosun dünya okeanına çıxışı yoxdur. Lakin yəni aid deyil hər ikisinə. Ona görə götürərik 3-ü. 3 doğru. Çayların hidroenerji potensialı yüksəkdir. Hər ikisində yüksəkdir. Doğrudur. Qurun suları səthə yaxın yerləşdiyi üçün şoran torpaqlar geniş yayılıb. Əlbəttə ki, Skandinaviyada şoran torpaq olmaz. Bu yanlışdır. Əslində aid deyil deyənə götürərik 3-4. Qar xəttində yüksəkdə yerləşən ərazilər mövcuddur. Skandinaviya üçün doğru ola bilər, amma belə deyək, yəni qar xəttində yüksəkdə yerləşən ərazilər var. Hindçin yarımadası üçün bu doğru olmaz. Çayları yay aylarında boğsulu olur. Hindçin yarımadasında yay aylarında boğsulu olur. Skandinaviya bu da yanlışdır. Ona görə 5-i də götürmək olmaz. Skandinaviyada əslində mülayim dəniz iqlim tipinə də düşür. Daha sonra yay aylarında da il boyu boğsulu da ola bilər. Ona görə bu yanlışdır. İki okeanın suları ilə əhatə olunublar. Doğrudur bu hər ikisi üçün. Günorta vaxtı Şaquli dirəyin kölgəsinin öz uzunluğundan kiçik olduğu məntəqələr mövcud deyil. Şaquli dirəyin kölgəsi öz uzunluğundan kiçik olması üçün günəş ora 45 dərəcə bucaqdan aşağı düşməlidir. Skandinaviyada bəli, belə ərazilər mövcuddur. Çünki Skandinaviya həmçinin qütb işıqlanma qurşağında da yerləşən hissələri var. Ona görə bu aid deyil. Yəni burada düzgün cavabımız olacaq 3, 4, 6 Y variantı. 8. Argentina və Malayziya üçün oxşar xüsusiyyətləri müəyyən edin. Ada vasitəsilə quru sərhədi mövcuddur. Hər ikisinin quru sərhədi mövcuddur adada. Argentinada odlu torpaq, Çili ilə Malayziya isə Kalimantan adasında, İndoneziya və Brunei ilə. Ona görə doğrudur. Ərazisi ilə kəsişən hər hansı bir meridianla Greenwich meridian arasında yerli vaxt fərqi 6 saat 40 dəqiqədir. Belə deyək, ərazisi 6 saatımız eləyəcək 90 dərəcə, 40 dəqiqə 10 dərəcə, o da eləyəcək 100 dərəcə. Deməli, Greenwichdən əgər götürsək, Argentina 100 dərəcə qərb uzunluğu, Malayziyada 100 dərəcə şərq uzunluğuna düşməlidir. Argentina 100 dərəcə qərb uzunluğu olmaz. Yanlışdır bu fikir. 2 yanlışdır. İqtisadiyyatın 3-cü sektorunun payı daha yüksəkdir. İqtisadiyyatda 3-cü sektor daha yüksək olacaq, bu doğrudur. İxracatda kənd təsərrüfatı məhsullarının payı daha yüksəkdir. Argentina və Malayziya yeni sənayeləşmiş ölkə olduğu üçün kənd təsərrüfatı yox, daha çox sənaye məhsulları olacaq. Ona görə 4 yanlışdır. Fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Argentinada rast gəlinir, ona görə bu da yanlışdır. Federativ inzibati ərazi quruluşuna malikdir. Hər iki ölkə federativ ərazi inzibati quruluşuna malikdir. Bu da doğrudur. Ona görə düzgün cavab olacaq 1, 3, 6, yəni B variantı. 9-cu suala baxaq. Doğru fikirləri müəyyən edin. İpək vejnəli yataqları müxtəlif inzibati rayonlarda, lakin eyni iqtisadi rayonda yerləşir. İpək xromit yatağıdır, Laçındadır. Vejnəli də ki, Zəngilanda yerləşən qızıl yatağıdır. Hər ikisi müxtəlif rayonlar olsa da, hər ikisi Şərqi Zəngəzur iqtisadi rayonudur. Bir doğrudur. Daha sonra Ağdağ Seolit yatağının mövcud olduğu inzibati rayon 2 fizioqrafi rayon arasında yerləşir. Ağdağ Tovuzdadır. Tovuz 3 fizioqrafi rayondur. Bu yanlışdır.
Nehrəm-Daşduz yatağının yerləşdiyi iqtisadi rayonlar arasından axan bütün çayların mənsəbinin mütləq hündürlüyü 200 metrdən çoxdur. Nehrəm Naxçıvan iqtisadi rayonundadır. Naxçıvanın düzənlikləri də, yəni mənsəbi düzənliklərdir. Arazboyu düzənlikləri də 200 metrdən yuxarıdır. Ona görə bu da doğru olar. Ölkəmizin əsas barıt yataqları Böyük Qafqaz tektonik qalxmasındadır. Barıt Kiçik Qafqaz tektonik qalxmasındadır. Yanlışdır. Diaqçay molibden yatağının yerləşdiyi inzibati rayonda qırışıq qaymalı nival buzlaq relyef mövcuddur. Diaqçay molibden Ordubaddadır. Ordubadda Zəngəzur dağları yerləşir. Ona görə orada nival buzlaq olar. Doğrudur. Bu mineral su bulağının yerləşdiyi inzibati rayonda denudasiyaya uğramış lakolitlərə rast gəlinir. Lakolit vulkanik sorlarla bağlıdır. Bu da Kiçik Qafqaz üçün uyğun olar. Qarabağ vulkanik yerləşir üçün. Ona görə bu da yanlışdır. Düzgün cavab burada olacaq 1, 3 və 5 A variantı. 10-cu sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. NAFTA təşkilatına üzv ölkələr eyni inzibati ərazi quruluşuna malikdir. NAFTA ABŞ, Kanada və Meksika aiddir. Bunlar da eyni inzibati ərazi quruluşu, yəni federativdir. Doğrudur. Çin və Çili qoşulmama hərəkatına üzv ölkələrdir. Qoşulmama hərəkatına üzvdür. Çin qoşulmama hərəkatına üzv deyil. Bu yanlışdır. ASEAN təşkilatına üzv olan ölkələrdən 4-ü monarxiya, yalnız biri federasiyadır. ASEAN təşkilatına üzv olan ölkələrdən monarxiya ölkələrə biz deyə bilərik 4-ü monarxiyadır, yalnız biri federasiyadır. Biri deyəndə burada Malayziya və Myanma federasiyadır. Malayziya federasiyadır, amma Myanma son illər desəm unitar kimi götürülür. Ona görə bu doğru olar. 3 doğrudur. Norveç yalnız Avropa İttifaqına daxil olan ölkələrlə quru sərhədinə malikdir. Norveç İsveçlə quru sərhədi var və həmçinin Finlandiya ilə quru sərhədi var, Rusiya ilə quru sərhədi var. Rusiya Avropa İttifaqına daxil deyil. Ona görə bu yanlış fikirdir. İslam Əməkdaşlıq Təşkilatına 4 qitədən üzv olan ölkələr var. İslam Əməkdaşlıq Təşkilatının əsas üzvləri Asiyada və Afrikadadır. Həmçinin Cənubi Amerikada var. Guyana, Surinam, yəni Amerika qitəsində 3 qitə var. Bir də Avropa qitəsindən də Albaniya var. Ona görə bu doğru fikirdir. 5 doğrudur. Türkiyə, Rumıniya, Ermənistan və Albaniya Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdir. Bu da doğru fikirdir. Çünki məsələn Ermənistanın, Albaniyanın Qaradənizə çıxışı olmasalar da bu ölkələrin yəni o təşkilata üzvdür. Ona görə bu doğrudur. Həmçinin Azərbaycan da üzvdür. Yəni burada doğrunun altından doğru 1, 3, yanlışın altından da yanlış 4-ü götürərik. Ona görə cavab olacaq 1, 3, 4. Yəni C variantı. Daha sonra 11-ci sual. Doğru olmayan fikirləri müəyyən edin. Enba çayının mənsəbinin yerləşdiyi ölkənin arasından axan ən uzun çay Şimal Buzlu Okean hövzəsinə aiddir. Enba çayının mənsəbi Xəzər dənizidir. Ölkə də ki Qazaxıstandır. Deyib buradan axan ən uzun çay. Buradan axan ən uzun çay Ob çayının qollarıdır. Ob çayı da Şimal Buzlu Okeana aiddir. Bu doğru fikirdir. 11 doğrudur. Kopetdağ silsiləsinin yerləşdiyi ölkələrdə tropik səhralar mövcuddur. Kopetdağ silsiləsi İran və Türkmənistan arasındadır. Orada da tropik səhra olmaz. Subtropik səhralar ola bilər. Ona görə bu yanlışdır. İssıqqul gölünün səviyyəsinin mütləq hündürlüyü Ürmə gölünün mütləq hündürlüyündən daha çoxdur. İssıqqul Qırğızstanda yerləşir. Yəni Tian-Şan dağlarındadır. Onun mütləq hündürlüyü daha yüksək olacaq. Bu doğrudur. Hilmənd, Okavango, Darling və Şari çayları daxili axar sövzəyə aiddir. Hilmənd çayı daxili axar sövzədir. Okavango da Afrika daxili axar sövzədir, amma Darling çayı Murray çayının qoludur, daxili axar sövzə deyil. Yəni bu yanlışdır. İravadi transsərhəd çay hesab edilmir. İravadi tranzit çayıdır, amma transsərhəd çayı, yəni sərhəd çayı deyil. Əslində bu doğru fikirdir. Kil kanalı Danimarka ərazisindən keçir. Xeyr, Kil kanalı Almaniyaya aiddir. Almaniyanın kanallarındandır. Ona görə bu da yanlışdır. Burada da bizdən doğru olmayanları istəyirdi. 2, 4, 6 ən uyğun cavab D variantı olacaq. 12-ci sual.
Cədvələ əsasən uyğunluğu müəyyən edin. Tərtər və Həkəri çaylarının mənbəyində və mənsəbində 4-cü dövr çöküntüləri yayılıb. Bu doğrudur. Tərtər və Qarabağ vulkanik yaylasından başlayır. 4-cü dövrdür. Mənsəbləri də biri Araz, biri Kür çayıdır. Düzənliklər də onlar 4-cü dövr sıxırlar, doğrudur. Turyançay 5 fizoqrafi rayonundan axır. Turyançay Böyük Qafqaz dağlarından başlayır. Zaqatala Lahaç fizoqrafi rayonudur. Daha sonra Qanı Xeyri çaydan keçər. Daha sonra keçəcək, belə deyək, Ceyrançı Lacanahordan. Daha sonra Küdrü Şirvan fizoqrafi rayonu və ən sonda da Mərkəzi Aran fizoqrafi rayonu. Bu doğru fikir olacaq. 2 doğrudur. Qafqaz dağlarından axan bütün çaylar Xəzər dənizinin su toplayıcı hövzəsinə aiddir. Qafqaz dağlarından axan bəzi çaylar, yəni Azov dənizinə də tökülə bilər. Ona görə bu yanlışdır. 3 yanlış olacaq. Amudərya və Sırdərya çaylarının mənbəyinin yerləşdiyi dağlar Kaynazo erasında yaranıb. Amudərya çayının mənsəbi Pamir dağları, amma Sırdərya çayının mənbəyi Tianşan dağlarıdır. Tianşan dağları Kaynazo erasında yaranmayıb. Bu yanlışdır. San Fransisko çayı bir işıqlanma qurşağında yerləşir. San Fransisko Braziliyada Atlantik okeanına tökülür. Yalnız tropik işıqlanma qurşağı doğrudur. Vulkanik mənşəli adalara litosfer havaların həm konvergent, həm divergent sərhədində rast gəlinir. Bu da doğrudur. Ona görə burada yanlışın altından yanlış 4, doğrudan da 1, 2, 4 düzgün cavab olacaq Y variantı. 13-cü sual. Xəritə sıxımında təsvir edilən A adasının sahəsi Ukraynanın sahəsindən daha böyükdür. Bu adada həm şimal-şərq, həm cənub-şərq küləkləri hakimdir. A adasına aid olan doğru fikirləri müəyyən edin. A adasında həm şimal-şərq, həm cənub-şərq küləkləri varsa, deməli yəni həm şimal, həm cənub yarımkürəsində yerləşir. Bu da ekvator xətti kəsir və adanın quruluşundan baxsaq, bu Kalimantan adası olacaq. Orta qırışıqlıq vilayəti yerləşir. Burada doğru fikirlər istəyirdi bizdən. 1 doğrudur. Mezzo yaşlı suxurlar yayılıb. Sayıları 2 okean suları yuyulur. 2 yanlışdır. Fəaliyyətdə olan vulkanlar mövcud deyil. Orada fəaliyyətdə olan vulkan yoxdur. 3 doğrudur. Burada 3 ölkədən yalnız bir ölkə 3 yarımkürədə yerləşir. İndoneziya doğrudur. Buradan Brunei və Malayziya var. Adada alt bataqlıq landşaftı üstünlüyü təşkil edir. Yağıntı suları ilə inkişaf edir. Ekvatorial enliklərdə yerləşdiyi üçün yağış suları çoxdur. Yəni yağıntı ilə, atmosfer yağıntıları ilə qidalanır. Ona görə üst bataqlıq olacaq. Yanlışdır bu. Liman landşaftları rast gəlinir. Bu da yanlış olacaq. Düzgün cavabımız olacaq Y variantı. 1, 3, 4. Xəritə sıxımında göstərilən A və B ölkələri ada və yarımadada yerləşmirlər. Ada və yarımadada yerləşmirlər. Eyni işıqlanma qurşağında yerləşən bu ölkələrin dünya okeanına birbaşa çıxışı var. A ölkəsi 2, B ölkəsi isə 3 yarımkürədə yerləşir. A ölkəsinin aid olduğu materik 3, B ölkəsinin aid olduğu materik isə 2 işıqlanma qurşağında yerləşir. Xəritə sıxımı və mətnə əsasən cədvəllərdəki uyğunluğu müəyyən edin. Gəlin ölkələri tapaq. Deməli, bizdə burada, belə deyək, eyni işıqlanma qurşağında yerləşirlər ölkələr. Ada və yarımada ölkəsi də deyil. A ölkəsi 2, B ölkəsi isə 3 yarımkürədir. B ölkəsi 3 yarımkürədə yerləşirsə, deməli, Greenwich ekvator xətti bunu kəsir, ya da 180 dərəcəli meridian. Yəni 180 dərəcəli Rusiyanı kəsir. Bu ölkə Rusiyaya oxşamır. Ekvatorun kəsdiyi ölkə ola bilər. Həmçinin B ölkəsinin aid olduğu materik 2 işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağında yerləşən bir Avstraliyadır, bir də Cənubi Amerikadır. Avstraliya ola bilməz. Cənubi Amerikada da bu ölkəyə baxsaq, elə bu Kolumbiya olacaq. Yəni B ölkəsi Kolumbiya olacaq. Çünki ekvatorda kəsməlidir bunu. 3 yarımkürədə yerləşməlidir. Bu Kolumbiyadır. Kolumbiya. A ölkəsi ilə eyni işıqlanma qurşağı. Kolumbiya tropik işıqlanma qurşağı. Deməli, A ölkəsi də tropik işıqlanma qurşağında. Və A ölkəsi 2 yarımkürədə yerləşir. A ölkəsinin aid olduğu materik isə 3 yarımkürədə yerləşirsə, yəni 3 işıqlanma qurşağında yerləşirsə, A ölkəsi də Kamerundur. Bu da Kameruna oxşardır. Ona görə bu Kamerundur. Daha sonra bizdən doğru fikirləri istəyir. A ölkəsi doğrudur. Demoqrafik keçidin ikinci mərhələsindədir. Bəli, doğrudur. Demoqrafik keçidin ikinci mərhələsi, bu doğru. Oroqrafik yağıntı növləri üstünlüyü təşkil edir. Oroqrafik yağıntı, yəni dağlıq ərazisi var. Bəli, Kamerun vulkanının ətəklərinə Afrikadan çox yağıntı ilə bura düşür. 2 doğrudur.
2 işıqlanma qurşağında yerləşir. Xeyr, 2 işıqlanma qurşağında yerləşmir. Tropik xətt onu kəsmir. 3 yanlışdır. Fəaliyyətdə olan vulkan mövcud deyil, mövcuddur. Kamerun vulkanı. Yanlışdır. 1-ci saat qurşağında yerləşir. Qrinviçdən şərqdə 1-ci saat qurşağı olar, doğrudur. Çayları bir okean hövzəsində aiddir. Bəli, Atlantik okean hövzəsi. Bu da doğrudur. Yəni A ölkəsində 1, 2 və 4-ü götürərik. 1, 2, 4. B ölkəsi, yəni Kolumbiya aid. Həmsərhəd olduğu bütün ölkələr 3 yarımkürədə yerləşir. Kolumbiyanın həmsərhəd olduğu ölkələrdən Venezuela 2 yarımkürədir. 1 yanlışdır. Ərazisində geosiqnalın platformaya çevrilməsinin 3-cü formalaşma mərhələsində olan dağ sistemi yerləşir. Yəni 3-cü mərhələdə geosiqnal 3-cü mərhələsi, yəni Cavan dağlardır. Bəli, An dağları var burada, doğrudur. 21-ci saat qurşağında yerləşir. 21-ci saat qurşağı meridianı tapaq. 24-dən 20 çıxır 3. 3-ü də vururuq 15-ə. 45 dərəcə qərb uzunluğu. Cənubi Amerika 45 dərəcə qərb uzunluğundan daha qərbdədir. Bu yanlışdır. Günəşin günorta vaxtı minimum düşmə bucağının 66,5 dərəcə bucaq altında göründüyü məntəqə mövcuddur. Yəni ekvator mövcuddur. Bu doğrudur. Ərazisində materikin sahəsinə görə ən böyük gölü yerləşir. Materikin ən böyük gölü Maracaibo, Venezueladadır. Bu yanlışdır. Ən uzun çayı sadəcə ən böyük okean hövzəsinə aiddir. Ən uzun çayı Kolumbiyada məşhur çay Magdalena çayıdır. Yəqin ən uzun çay da odur. Və o da Sakit okeana aiddir. Yəni Karib dənizində tökülür. O da ən böyük okean hövzəsinə. Sakitə yox, Atlantik okeana aiddir. O da ən böyük okeana yox, çünki ən böyük okean Sakitdir. Bu da yanlışdır. Buradan doğruları götürsək 2, 5, 6 yanlışlardan 5, 6 olacaq. Düzgün cavabımız 1, 2, 4 və 2, 5, 6. Yəni 14-cü sualda düzgün cavab olacaq A variantı. 15-ci sual, cədvələ əsasən doğru sıraları müəyyən edin. İran ən uzun çayı Xəzər dənizinə tökülür. İranın Xəzər dənizinə tökülən çayı Səfidrud çayıdır. Bu ən uzun çaydırmı? Saxlayaq. Bangladeş çayları yalnız bir okean hövzəsinə aiddir. Bangladeşin çayları Hind okeanına aid olar. Doğrudur bu. Relyef amplitudu 1500 metrdən azdır. Bangladeş düzənlikdə, son ovalıqda yerləşir. Bu doğru olar. 2 doğru olar. Pakistan ərazisində Tar səhrası və K2 zirvəsi yerləşir. Pakistanda Tar səhrası doğrudur. K2 zirvəsi də doğrudur. Qaraqorun hündür zirvəsi doğrudur bu. 2, 3. Finlandiya hərbi cəhətdən uzun müddət neytral qalsa da geosiyasi mühitin dəyişməsi nəticəsində NATO-ya üzv olmuşdur. Finlandiya son illərdə NATO-ya üzv olub. Ona görə bu da doğrudur. Kanada ABŞ-ın son illərdəki iqtisadi siyasətindəki dəyişiklikləri iqtisadiyyata müsbət nəticələr doğurmuşdur. Əlbəttə ki, bu yanlış fikirdir. Yəni bunun Kanadaya aidiyyatı yoxdur. Həm də onsuz da Kanada son illər ABŞ-dan artıq belə deyək, ərazi iddiaları da var. Ona görə bu yanlış olacaq. Əkinçilik yalnız suvarma şəraitində həyata keçirilir. Özbəkistanda əkinçilik suvarma şəraitində. Özbəkistan quru iqlimə malikdir. Suvarma şəraiti bu doğru olar. Lakin burada yalnız deyir, yalnız suvarma şəraiti. Yalnız sözünə görə yanlış ola bilər. Çünki yalnız olmaz. Amma ümumilikdə suvarma şəraiti doğru olardı. Yalnız sözünə görə yanlış götürsək, düzgün cavab olacaq 2, 3, 4, yəni B variantı. 16-cı sual, cədvəldəki ölkələrə əsasən uyğunluğu müəyyən edin. Mozambik tropik siklonlar il boyu hakimdir. Mozambikdə tropik siklonlar əslində il boyu hakim olmaz. Daha çox yay aylarında okean sularının qızması vaxtı hakim olar. Bu yanlışdır. Danimarka relyef amplitudu 200 metrdən azdır. Danimarkada relyef amplitudu 200 metrdən... Danimarka əslində düzənlikdir. 200 metrdən az olar. Burada yanlış yazıb. Amma doğrudur. Yanlış yazdığımız üçün bunu da götürməliyik. Çin, Pamir, Tianşan və Xinqan dağları arasında yerləşir. Doğrudur. Yəni doğru qabağına doğru yazdığı üçün götürərik. Çili, materikin ən yüksək zirvəsi yerləşir. Bu yanlışdır. Materikin ən yüksək zirvəsi Argentinada, Akonkaguadır. Qabağına da yanlış yazdığı üçün götürərik. 3, 4. Misir 2 qitədə, 2 yarımkürədə yerləşir. 2 qitə Asiya və Afrika doğrudur. 2 yarımkürə doğrudur. Sahilləri 2 okean suları yuyur. Bu da doğrudur. Çox hissəsi tropik işıqlanma qurşağındadır. Misiri tropik xətti kəsir, amma tropik xətti daha çox cənubundan keçir. Yanlışdır bu. Qabağına yanlış yazdığı üçün bunu da götürərik. 3, 4, 5.
Fəaliyyətdə olan vulkanlar rast gəlinir. Tayland bu yanlışdır. Qabağına doğru yazdığı üçün götürməliyik ki, 6 da yanlışdır. Düzgün cavab olacaq B variantı. 3, 4, 5. A su anbarı K və L ölkələrinin arasında yaradılmışdır. Bu anbar materikin ən uzun çayı üzərində yerləşir. Anbarın böyük hissəsi K ölkəsinə aiddir. Ondan çayın axınının tənzimlənməsində, elektrik enerjisi istehsalında, suvarma, gəmiçilik, balıqçılıqda istifadə edilir. Bu anbar ərazinin iqliminə böyük təsir göstərmişdir. Belə ki, anbarın tikintisindən sonra burada buludlu, yağışlı günlərin sayı artmış, havanın orta illik temperaturu 2 dərəcə aşağı düşmüş, rütubətlilik 15-20% yuxarı qalxmış, sutkalıq brizlərin təsiri güclənmişdir. Məsələn, sən K və L ölkələri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Bu sonda xüsusilə verilən məlumatlar bunun Nil çayı üzərində yerləşən Aswan su anbarı olduğunu göstərir. Çünki 9-cu sinif dərsliğində də bu haqda məlumat var. Ona görə bu Aswan su anbarına uyğun gəlir. K və L ölkələri də əsas ölkə K-dır, çünki Misir. Digəri isə Sudandır. Ona görə bu Misirə və Sudana aiddir. Yəni burada Aswandan söhbət gedir. 2 işıqlanma qurşağında yerləşir. Misir 2 işıqlanma qurşağıdır, çünki tropik xətti kəsir. Lakin bu Sudan üçün doğru deyil. Yəni biri götürməliyik, yanlışdır. Pambıq bitkisi becərilir. Hər ikisi quru iqlim, pambıq doğrudur. Respublika idarə etmə formasına malikdir. Hər ikisi respublikadır, bu da doğrudur. Əhalinin əksəriyyəti Afro-Asiya dil ailəsinə mənsubdur. Yəni ərəblərdir, bu doğrudur. Materik daxili mövqeyə malik olan ölkə ilə quru sərhədi mövcuddur. Əslində Sudanın Efiopiya ilə sərhədi var, lakin Misirin qonşularına baxsaq, bu materik daxili ölkə ilə sərhədi yoxdur. Yanlışdır. Savanna və seyrək meşələr yayılmışdır. Misirdə də savanna və seyrək meşələr olmaz. Yəni yanlışdır. Səhradır və cod yarpaqlı ola bilər. Ona görə altda yanlışdır. Düzgün cavabımız olacaq 2, 3, 4 C variantı. 17-də 18-ci suala baxaq. A ölkəsinin sahilləri yalnız 2 dəniz suları ilə yuyur. Bu dənizlərdən biri daxili, biri kənardır. Bu ölkə arasından 2 dənizi birləşdirən gəmiçilik kanalı çəkilmişdir. Bu ölkənin arasından 2 dənizi birləşdirən gəmiçilik kanalı çəkilmişdir. Yəni bu ölkənin arasındakı 2 dənizi birləşdirən gəmiçilik kanalından söhbət Almaniyadan gedir. Çünki Kil kanalı. B ölkəsi materik daxili ölkələr içərisində ən böyük sahəyə malikdir. Yəni materik daxili ölkələr içərisində ən böyük sahə Qazaxıstanındır. Mətn və cədvəllər arasında uyğunluğu müəyyən edin. A ölkəsi, yəni Almaniyaya aid xüsusiyyətləri tapaq. Federativ inzibati ərazi quruluşuna malikdir. 1 yanlışdır. Çayları 2 okean su toplayıcı hövzəsinə aiddir. Bu da yanlışdır. Ərazisində 2 iqlim vilayətində yerləşir. Almaniya mülayim dəniz və mülayim kontinentaldır. 3 doğrudur. Almaniya Federativ İnzibati Ərazi Quruluşu 1 də doğrudur. Almaniya Federativ İnzibati Ərazi Quruluşudur. 1, 3. Əhalinin əksər hissəsi danışdığı dil Əfqanistan əhalisinin danışdığı dillə eyni dil ailəsinə mənsub. Almanlar Germandır. Germanlar da Hind-Avropa dil ailəsidir. Əfqanlar da İran dil qrupudur. İrandakı Hind-Avropa dil ailəsidir. Bu doğru fikirdir. Götürmürük. Alp qırışıqlığında yaranan dağlara rast gəlinir. Alp qırışıqlığında yaranan dağlara burada rast gəlinmir. Ona görə bu yanlışdır. Yəni 1, 3, 5. Buzlaq mənşəli akkumulyativ düzənliklərə rast gəlinmir. Lakin buzlaq mənşəli əslində alp qırışıqlığına yaranan dağlara rast gəlinir cümləsi doğru olar. Çünki Alp dağlarının bir hissəsi Almaniyaya düşür. Yəni bu 5-i götürməyək. 5 yanlış olacaq. Bir hissəsi düşür. Yəni bu tam da düşməsə bir hissəsi düşür. Buzlaq mənşəli akkumulyativ düzənliklərə rast gəlinmir cümləsi yanlış olacaq. Çünki burada Almaniya Polşa ovalığı yerləşir. Onun da bir hissəsi buzlaq mənşəlidir. Yəni akkumulyativ buzlaq mənşəli akkumulyativ düzənlikdir. Bu da yanlışdır. Gəlinmir, gəlinir olmalı idi. Ona görə buradan 1, 3, 6. Almaniyaya 1, 3, 6-nı götürə bilərik. Gəlin indi Qazaxstana aid fikirləri tapaq. Qazaxstana aid fikirlərə baxsaq, doğrunun altından ərazisindən axan ən uzun çayın töküldüyü əsas çayın mənsəbi deltadır. Bayaq da bu vardı. Qazaxstandan tökülən ən uzun çaylar Obon qollarıdır, İrtiş çayıdır. Bu da ki, belə deyək, mənsəbi, bu çayın mənsəbi delta deyil, estuaridir. Bir yanlışdır. Ərazisinin əsas hissəsi keçid iqlim qurşağıdır. Qazaxstan mülayim işıqlanma qurşağı, yəni mülayim iqlim qurşağıdır. Ona görə bu yanlışdır.
Ərazinin bir hissəsi paleozoy erasında formalaşmış platolar üzərində yerləşir. Platformalar üzərində yerləşir. Burada da paleozoy erasında cavan platformaları götürmək olar. Ona görə doğrudur. 3. Qoşulmama hərəkatının üzvüdür. Qoşulmama hərəkatının üzvüdür. Bu yanlışdır. Onun üzvü deyil. Ona görə 3, 4 yanlışdır. Yalnız 2 ölkə ilə quru sərhədlər mövcuddur. Əlbəttə ki, bu yanlışdır. 2 ölkə ilə deyil. Prezident idarə etmə sisteminə malikdir. Bu da doğrudur. Yəni, buradan da 3, 4, 5-i götürərik. Bayaq da 1, 3, 6. Buradan da 3, 4, 5. 18-ci solda düzgün cavab olacaq D variantı. 19. Cədvələ əsasən böyük yetkilik ölkələri üçün uyğun əlamətləri müəyyən edin. Böyük yetkilik ölkələr bunlar Avropada İngiltərə, yəni Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadır. 4 ölkə. Sonra ABŞ, Kanada və Yaponiyadır. Sahaca ən böyüyü ən kiçiyinin keçmişdə müstəmləkəsi olmuşdur. Sahaca ən böyüyü Kanada, ən kiçiyi isə bunlar içərisində Böyük Britaniyadır. Deyir, sahaca ən böyüyü ən kiçiyinin müstəmləkəsi olub. Bəli, Böyük Britaniya müstəmləkəsi olublar. Doğrudur 1. Bu ölkələrin payının dünyanın ümumi və sənaye məhsulları hissəsinin 40%-dən çoxu düşür. Böyük yetkilik ölkələr dünyada 40%-dən daha çoxudur. Yanlışdır. Doğru olmalı. Qabağına yanlış yazıb, yəni 2-ni götürmürük. Bu ölkələrdən ikisində əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsub deyil. İkisində Böyük Britaniya Hind-Avropadır, Fransa Hind-Avropa, Almaniya Hind-Avropa, İtaliya da Hind-Avropadır, ABŞ, Kanada onlar da Hind-Avropadır. Yalnız Yaponiya Hind-Avropa deyil. Bu yanlışdır. Qabağına doğru yazıb, yəni götürmürük. Aralarından ikisinin sahillərini 3 okean suları yuyur. Burada ABŞ 3 okean suları olar. Bir də Kanadanın 3 okean suları olar. Doğrudur, amma qabağına yanlış yazıb, yəni yenə götürmürük. Əhalinin sayına görə ən böyüyünün ərazisi 3 işıqlanma qurşağında yerləşir. Əhalisinin sayına görə burada ən böyük ABŞ-dır. ABŞ-da 3 işıqlanma qurşağı doğrudur. Qabağına doğru yazıldığı üçün 5-i götürürük. Aralarından yalnız biri NATO ölkəsi olmayıb, qoşulmama hərəkatına üzv ölkədir. Deyir, aralarında yalnız biri NATO ölkəsi olmayıb, qoşulmama hərəkatına üzv ölkəsidir. Bu yanlışdır, çünki qoşulmama hərəkatına NATO ölkəsi olmayıb, yəni burada NATO ölkəsi olmayan Yaponiyadır. Qalanları NATO ölkəsidir. Lakin Yaponiyada qoşulmama hərəkatına üzv deyil. Bu yanlışdır. Qabağına yanlış dediyi üçün 1, 5, 6 olacaq. A variantı. 20-ci suala baxaq. Ay gölü aid olduğu qitənin ən böyük gölü olmaqla yanaşı 3 yarımkürədə yerləşir. 3 yarımkürədə yerləşən ən məşhur gölümüz də Viktoriya gölüdür. Özü qitənin də ən böyük gölü deyir. Ona görə Afrikanın ən böyük gölü. B gölü yalnız bir qitənin, bir ölkənin arasında yerləşir. Deməli, bir ölkəyə məxsusdur və bir qitənin ərazisidir. Həmin qitədə sahəsinə görə ən böyük göldür. Aid olduğu ölkənin isə sahəsinə görə ən böyük gölü deyil. Deməli, ölkə, yəni həmin ölkə 2 qitədə yerləşən ölkədir. 2 qitədə yerləşən ölkədir ki, göl yerləşdiyi qitədə ən böyük göldür, amma ölkənin ən böyük gölü başqa qitədə yerləşir. Deməli, 2 qitədə yerləşən ölkələrə baxsa, Misir ola bilər. Misirdə göl yox. Sonra Qazaxıstanda da yəni göl Avropa və yaxud Asiyada böyük olsun. Bu da yoxdur. 2 qitədə yerləşən Türkiyə, Rusiya olar. Rusiyanın ən böyük gölü Baykaldır. Asiya qitəsində yerləşir. Deməli, burada söhbət Ladoqa gölündən gedir. Avropanın ən böyük gölü. Ladoqa gölü. Ladoqa gölü Avropada yerləşən, Avropanın ən böyük gölüdür. Rusiyanın da, amma Rusiyanın ən böyük gölü Baykaldır. Ona görə Viktoriya və Ladoqa göllərinə aid xüsusiyyətləri taparıq. Əvvəlcə Viktoriya ilə başla. Qrabendə yerləşir, yanlışdır, əyilmədir. Bir neçə ölkənin ərazisi hesab edilir və bu ölkələrdən biri 2 yarımkürədə yerləşir. Bir neçə ölkə deyərkən burada Kenya, Uganda və Tanzaniyadır. Deməli, Uganda və Kenyanı ekvator kəsir. Tanzaniyanı ekvator kəsmir, 2 yarımkürədə yerləşir. 2 doğrudur. Yerləşdiyi qitənin qərbində fəaliyyətdə olan vulkan mövcuddur. Yerləşdiyi qitə Afrikadır. Qərbi
Yəni qitənin qərbi deyir. Qitənin qərbi olar. Qitənin qərbində fəaliyyətdə olan vulkan mövcuddur. Kanar adalarında. 3 doğrudur. Su toplayıcı hövzəsinin aid olduğu okeanda litosfer tavalarının konvergent hərəkəti nəticəsində yaranmış adalar mövcuddur. Deməli, su toplayıcı hövzəsi aiddir Atlantik okeanı. Atlantik okeanında da konvergent nəticəsində yaranmış adalar mövcuddur. Yəni Karib tavası ilə Şimali Amerika tavası. Bu doğru fikirdir. Aid olduğu ölkələrdən yalnız biri okean sahili mövqeyə malikdir. Aid olduğu ölkələr Uganda, Kenya və Tanzaniya idi. Tanzaniya və Kenyanın dünya okeanına çıxışı var. Biri yox, ikisi. Bu yanlışdır. Michigan gölü ilə müqayisədə sahillərin mütləq hündürlüyü daha çoxdur. Michigan gölü ilə müqayisədə əlbəttə ki, bu daha çox olacaq. Şərqi Avropa, Afrika zonasında yerləşir Viktoriya gölü. Ona görə buradan 2, 3 və 5-i götürərik. 2, 3, 5. Gəlin B gölünə baxaq. Yəni Ladoqa. Ölkəmizdə yerləşən Tufan göllə eyni mənşəlidir, doğrudur. Buzlaq dərisi. Həcminə görə yerləşdiyi ölkənin ən böyük gölüdür. Bu onsuz da şərtdə özü də deyir ki, yanlışdır. Çünki Baykaldır. İki ölkənin su toplayıcı hövzəsində, iki okeanın su toplayıcı hövzəsində yerləşir. Ladoqa Atlantik okeanına aiddir. Bu da yanlışdır. Aid olduğu qitənin ən uzun çayından kanal vasitəsilə gəmilər qəbul edir. Bu doğrudur. Volqa çayından. Volqa çayından gəmilər qəbul edərək Baltik dənizinə çıxardır. Kamçatka yarımadası ilə eyni iqlim vilayətində yerləşir. Bura mülayim kontinental, Kamçatka isə mülayim dənizdir. Bu yanlışdır. Mənbəyi aid olduğu ən uzun çayın töküldüyü dəniz 2 işıqlanma qurşağında deyilir. Mənbəyi olduğu ən uzun çayın töküldüyü, belə deyim, mənbəyi olduğu ən uzun çay, oradan başlayan çaya biz Neva çayıdır. Neva çayı Fin körfəzinə tökülür. Fin körfəzində aid olduğu dəniz, yəni Baltik dənizi 2 işıqlanma yox, 1 işıqlanma qurşağında yerləşir. Bu da yanlışdır. Buradan da 1, 5 və 6-nı götürərik. Yuxarıda 2, 3, 5, buradan 1, 5, 6. Düzgün cavabımız olacaq Y variantı. Bu qədər 20 sualdır. Hamısını izah etdik.